ABŞ prezidenti Donald Trump ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında pərdə arxasında münasibətlərdə baş verən və dünya diplomatiya tarixini sarsıdacaq söyüş qalmaqalının şok detalları rəsmən təsdiqlənib. ABŞ-ın nüfuzlu Axios nəşri Trumpın Netanyahunu gizli danışıq zamanı "sən lənətə gəlmiş bir dəlisən" qışqırdığı barədə yaydığı rəsmi reportajda Ağ Ev rəhbərindən gözlənilməz və sensasiyalı reaksiya gəlib. ABŞ prezidenti mətbuata verdiyi açıqlamasında bu şok iddianı tamamilə təsdiqləyərək deyib: "Bəli, mən ona bu sözləri demişəm. Mən həmişə qəzəbliyəm. Netanyahunun Livana bitirmək bilməyən, daim müharibə aparması məni olduqca ciddi şəkildə qəzəbləndirmiş və hövsələdən çıxarmışdı. Bilirsiniz, mən müəyyən bir məqamda ona qəti şəkildə dedim ki, biz artıq bu rəzaləti dayandıracağıq." Jurnalistlər Netanyahu sizi İranla böyük bir müharibəyə sürükləmək üçün aldatıb-aldatmadığı barədə verdiyi suala Trump, yaxın şərqdəki bu qanlı ssenarinin əslində özünün başlatdığını etiraf edib.